İştirak etdiyim bu ustad dərsinin məqsədi tar ifaçılığında tarın düzgün ifa olunması, istəyir not əsərlərində, istəyir muğam ifasında, yəni ki, tar alətindən tar aləti kimi istifadə eləmək. Orada başqa, məsəl üçün görürsən ki, cürbəcür, məsələn, gitara barmağı, qarmon, nəfəs, tarın özünə məxsus çalarları var. Tarın özünə məxsus mizrabları var. Tar mizrab alətidir. Altın yerinə üst mizrab vuranda alınmır. Bizim tövsiyəmiz də ondan ibarətdir ki, tar ifa olsun, tara əlavə pərdələr bağlayırlar. Mən onu qəti onun yəni əleyhinəyəm. Ona görə bu aləti yaşatmaq üçün sözsüz ki, bizlərdən çox şey asıl öz tövsiyələrimizi verdik. Nəhayət ki, bugünkü gündə onun bir xeyri olacaq. Bu gələcək uşaqlar sözsüz ki, bəhrələnəcəklər və gələcəyinə yəni yetişim gəlib bir gözəl bir musiqiçi olacaqlar inşallah ki. Bu ustad dərsi mənim üçün çox faydalı oldu. Təranə xanımın mənə öyrətdiyi kanonun sirlərini gələcək fəaliyyətimdə də istifadə edəcəyəm. Bugün qanun aləti üzrə ustad dərsi layihəsində iştirak etdik. Layihədə Azərbaycanda qanun alətinin inkişafı ta qədim dövrlərdən müasir dövrə qədər inkişaf tarixindən söhbət açıldı. Müxtəlif musiqi məktəblərinin şagirdlərinin ifaları dinləndi. Çalışdım ki, bu ifalarda müasir Azərbaycan qanun ifaçılığında olan müəyyən melizm, forşlaqlar, müəyyən texniki priyomları şagirdlərimizə təqdim edeyim. Mənə elə gəlir ki, gözəl bir dərs alındı. Bugün kamança ixtisası üzrə ustad dərslərində iştirak etdik. Düşünürəm ki, bu cür ustad dərsləri həm şagirdlər, həm müəllimlər üçün çox faydalıdır və bu cür dərslərin davamlı olmasını arzu edirəm. Bu layihənin ərsəyə gəlməsində bütün əməyi olan, zəhmət olan hər kəsə özlərinin təşəkkürümü bildirirəm. Bu layihə bizim musiqi alətlərimizə çox böyük təkan verən bir layihədir. Çünki biz gərək öz musiqi alətlərimizin keşiyində duraq və burada iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm. Düşünürəm ki, inşallah ki, bizim bu ustad dərsi layihəmiz çox uğurlu keçdi. Bugün 2 nömrəli musiqi məktəbində ustad dərsinin silsiləsindən bir ustad dərs mən özüm də iştirak eləmişəm və əlbəttə bugün də çox suallar oldu. Əsərlər üzərində fərdi işlədik və hansı iradlarımı, təkliflərimi bildirdim və bir çox düzəlişlər elədik. O ifadə mən güman edirəm ki, bu uşaqların gələcəyində, yeni proqram seçimində və öyrənməsində bu tövsiyələrində bir rolu olacaq.
Mən bugün Balaban ixtisası üzrə bu tədbirdə iştirak elədim. Bu mənim üçün çox xoş oldu. Şirzad müəllimdən çox şey mənimsədim. İnşallah bu tədbirlərin davamı olar və biz də bu tədbirlərdən faydalanarıq. Bugün biz ustad dərsi keçdik. Çox gözəl, çox tədbirə layiqdir bu. Ki, yəni Balaban sənətinin, Balaban alətinin inkişafı üçün çox önəmlidir, dəyərlidir və belə tədbirlərin daha da keçirilməsi çox xoş olardı, yaxşı olardı. Biz bugün Hökmə xanım Əliyevanın ustad dərsində olduq. Bugün bizim üçün çox önəmli bir gün idi. Bizə çox yaxşı tövsiyələr verdi. Bugünkü Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar olaraq keçilən ustad dərslərində çox istedadlı şagirdlər iştirak elədi və bunların çox rəngarəng repertuarları var idi. Müəllimlər üzərlərində çox faydalı işlər görüblər, çox çalışıblar və bu düşünürəm ki, belə bir ustad dərslərinin keçirilməsi çox labüddür. Çünki onların peşə səviyyəsinin daha da artmasından və ali səviyyədə gələcəkdə Azərbaycanı beynəlxalq musiqi standartları səviyyəsində təmsil etməsi üçün çox önəmlidir. Bugünkü dərsdə violonçel sinfindən açıq dərs oldu. Mən bu sənətə 50 ildən çox məşğulam bu sənətlə. Öz təcrübəmi nə qədər bacardım, o qədər uşaqlara, müəllimlərə təqdim etmək çalışdım. Bunun üzərində işləmək lazımdır. Belə dərslərin davamlı olması vacibdir. Bugün violonçel ixtisası üzrə Nazım müəllimə ilə ustad dərsimiz keçib. Mən çox şadam ki, Nazım müəllimə ilə tanış olmuşam və gələcəkdə bugün bildiyimi istifadə edərəm. Bugün ustadım Təyyar Bayramovun ustad dərsində şagirdimlə bərabər iştirak etdim. Bu həm mənim, həm də şagirdim üçün çox faydalı idi. Ustad dərsi layihəsi çox gözəl bir layihədir. İnşallah düşünürəm ki, gələcəkdə də bu davamlı olacaq. Çünki bu tələbələrimiz üçün, onların müəllimləri üçün böyük bir stimuldur. Bugün də çox gözəl, istedadlı bizim şagirdlərimiz öz səslərini göstərdilər, onlara müəyyən tövsiyələr verdik, ustadlarımızdan bəhrələndiyimiz muğamlarımızı, mahnılarımızı onlara aşıladıq.
Mən bugün Mübariz müəllimin tar üzrə ustad dərsində oldum. Bu cür dərslərin mütəmadi keçirilməsi mənim üçün çox xoş olar. Bugün də ustad dərsi biz keçdik burada. Çox istedadlı tələbələr gördüm. Gənc müəllimlərin mən zəhmətini qiymətləndirirəm. Mən inanıram ki, gələcəkdə aşıq sənəti daha inkişaf edəcək. Biz də bundan fəxr edirik ki, sazımız artıq sağlam əllərdədir. Sağlam müəllimlər bugün sazımızı tədris edirlər. Biz bu günləri gəldik ustad dərsində. Anar müəllimdən çox şey öyrəndik. Belə çox ustad dərslərinin olması bizim üçün də, bütün şagirdlər üçün də çox önəmlidir. Xoşdur ki, övladlarımız milli rəqsimizə belə maraq göstərirlər və mən bugün ustad dərsində həqiqətən çox sevindim ki, övladlarımız xalq rəqslərimizi, uzun dərəmizi ifa elədilər və ümidvaram ki, gələcəkdə bu övladlarımız, bu uşaqlarımız profesional səhnədə öz sözlərini deyəcəklər. Çünki bu ustad dərslərinin həqiqətən hazırlanması böyük bir işdir və arzu edirəm ki, bu planlı şəkildə olsun və inşallah davamlı şəkildə olsun. Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş elmi-metodik mərkəz tərəfindən keçirilən ustad dərsi Azərbaycan fortepiano sənətinin inkişafında böyük töhfələr verməklə yanaşı, eyni zamanda da gənc musiqiçi nəslinin yetişməsində əhəmiyyətli rol oynayır. Mən istedadlı pianoçu balalarımızın nə qədər bu işə sıx tellərlə bağlı olduğunun şahidi oldum və onlarla Johann Sebastian Bach'ın, Wolfgang Amadeus Mozart'ın əsərləri üzərində apardığım iş zamanı onların müəllim tərəfindən tövsiyə olunan metod və ifadə vasitələrinin anında mənimsəmə qabiliyyətinə heyran oldum. Bu layihənin keçirilməsinə görə mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Elmi Metodik Mərkəzin bütün yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm. Tələbələri dinlədim. Əlbəttə ki, həm yaxşı cəhətləri, nöqsanları bildirdim.
Bu uşaqların gələcəkdə bir vokalçı kimi formalaşmasına, inkişaf etməsinə təkan verir. Uşaqlar Azərbaycan Vokal Məktəbinin ənənələrini davam etdirirlər. Onlar bizim gələcəyimizdir. Əminəm ki, bu uşaqlar Vokal Məktəbinin parlaq, istedadlı davamçıları olacaqlar.